heç bir kömək zad yoxdur, heç nə. Nə qədər svязla dedilər, pexotan uşaqlar qışqırırlar, bizə patron gətirin, rasiya zad yoxdur, heç bir şey yoxdur. Qalmışıq orada, çıxıb gəlmiş heç kəs yoxdur. Puşkaları zətdə atıb qaçıb çıxıb yediblər hamısı. Puşkaları qoşmuşuq da MTLB-yə, Çıldıranda olanda. Çıxıb gətirib gəlmişik, görmüşük ki, aşağı düşüblər. Necə oldu çıldıran verdilər? Çıldıran satıldılar, necə verəcəklər? 15 dəqiqə çıldıran kimi yeri almaq gülməlidir də. Xocalıda nətər verdi o da form? Bax, Xocalı necə getdi, bu elənsin, o da elənsinə getdi. Nə qədər uşaqlar getdilər, yaralı uşaqlar qaldılar. Yaralı uşaq gətirdim, 2 dənə yaralı uşaq, biri rəhmətli. Avtomatı çıxartdı üstümə ki, səni güllələyəcəm. Kim? Afisir. Bir də afisir nə bilək kimdir? O qədər, qırağa çıxan kimi o qədər doluşurlar afisirlər. Boyda olanda heç bir afisir yoxdur. Bir də heç kim yoxdur. Qalmışıq ortalıqda. Yandığımız yeri tosla koordinat verirlər. Bizimkilər verir də, kim verə bilər ki, koordinat onlara? Verirlər ki, filan yerdə MTLB deyəm, sıraz vururlar o yer. Özə bizim işlərdə yerdəydi ki, bizim uşaqlar elə yerdəydi ki, heç elmənə də onun yerini bilmirdi. Elə bombanı atırdılar, düz yanımıza düşürdü. Allah'ın olsun. Elə ıslayatda zaten. Neçə dənə tank qoyublar indiyə kimi? İndi orada 3 dənə tank qaldı. 15 tankdan 2 dənə 3 dənə tank qaldı, biri xarab idi, o heç, xarab idi. Onu indi düzəldib aparacaqlar 100%. İkisi də işləyirdi, götürdülər, atdılar. Topları qutadı, nə bilim o ıslayatlar. Tanklar necə oldu qaldı? Necədir, vurulmuşdu. Deyəndə biri vurulub, biri mina düşmüşdü, qalmışdı orada. Gətirmək olardı pilçəmlə. Tankın snaryadları yox idi, o tankda nə edəcək o? Sürüb olmasa tankı çıxartmaq mümkün deyil. Sürüb çıxartmalı, çıxıb pexota bambit elirlər. Bu da atvetlə atmalı deyə yox, tankların birinin yağı yox idi orada qaldı. Yaxşı, bunların snaryadı qutarmışdı, onlar mümkün deyildi ki özləri. Onları P-Abraska gəldilər, P hərfi kimi gəldilər, biz ortada qaldıq. Oradan heç üzə çıxmır. Çıxartma olardı əvvəldən, patron gəlsəydi ora, hər şey gəlsəydi, orada onlar ömrü boyu girə bilməzdilər ora. Prosta kəndi verdilər heç nədən. O yüzden alladırdılar da, bizə demişdilər ki, vertolyot gələcək, vertolyot. Vertolyot bizi göndərdilər ki, saat 11-də dedilər vertolyot gələcək, vertolyot vuracaq. Biz bu ilə ancaq samolot vertolyot vururuq. Vertolyot gələcək. Getdik, dayanmışıq orada sakit. Bir baba oğlanla dayanmışdıq. İkisimiz idi. Bunun qulağının dibindən snayper uçdu. Söndü o tərəfdə sakitçilik daxı burada atanməzlər ermənilər. Bir də ödü snayperlərlə yağdırırlar başımızın üstünə. Sonradan 3 tərəfdən gəldilər üstümüzə sonra. Heç kimi onlardan nahadırsa bir maşın, 10 nəfər, 15 nəfər adam bir nəfər qatdı qabağını göndərdi. Ölən çoxdur. Ölən çoxdur deyəndə ki, adasa bir Plen çox getdi, ölən qarışıq 60 nəfərə yaxın. Ölən qarışıq. Çıldıranda. Kaçakotda da tutublar, plen tutublar. Ondan bir 90 nəfər olardı və hələsi qaçıb gəlirlər bir cüzə, meşə ilə zadla. Allah rəhmət eləsin. Amma ki, bunların uşaqların qanları bu yerdə qalmayacaq. Səndən böyüyü gəldi ki, kameranın bu lentini kəskinən, sən də kəsəcəksən. Mən kəsmirəm, buraxmırlar, kəsmirəm. Biz də eləyik də, bizdən böyüdülər indi, komandir indi nə olsun, mən də komandiram, bu da komandirdir. Bizdən böyülərdi var. Bizə də nə deyirlər, onu da eləyirik biz. İndi elə komandir lazımdır ki, lazımdır qabağa, tölkə qabağa, nə var dalda? Dala gəlmişik qabağa belə. Biz tələb eləyəndən sonra bizə deyirlər, siz balata, siz oturun malçat eləyir. Heç nə, xeyrimiz nədir bə? Yox. Komandir verəcəklər. Lazımdır, tölkə qabağı. Qabağı gelirik, orada da heç nə. Xeyrimiz olandan sonra 2-3 dəqiqə kimi erməyə oturub bizi, erməyə çağırır bizi bura gəlikinə. Başla, əyəcək, düşmək başla. Hamını başla bini. Başla hamını. Nerede tutardı?